Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemkarlarım. Yeni bir videoyla karşınızdayız. Bugünkü mövzumuz ola bilər ki kiməsə maraqlı gəlməz. Ama yine de friyonlardan danışacağız. Yani soyutucu maddelerden, mayelerden danışacağız. Biz bilirik ki heç bir madde diğer maddəni təkrar etmir. Heç bir maddenin xasiyyəti diğer maddenin xasiyyətinə %100% beraber değildir. Friyonlar da burada istisna təşkil etmir. Və bəs friyonların soyuq yaratma qabiliyyəti nədən asılıdır? Friyonlar istisna edilərkən alimlər görmüşlər ki, onların molyar kütləri artanda onların soyuq yaratma qabiliyyəti azalır. Yəni, hər hansı bir maddənin molyar kütləsi orada olan atomların kütləsindən asılıdır. Məsələn, deyək ki, hər hansı bir maddə götürək, amonyak götürək. Cədvəldə birinci yerdə olan amonyakı götürürük. Amonyakın içərisində nə var? Bir azot atomu, 3 hidrogen atomu. Azotun molyar kütləsi 14'e bərabərdir. Hidrogen ki 1'e, 1 3'e vurulanda 3, 3 üstünə 14 gələndə 17. Bu cürlə hesablanır. Ümumiyyətlə isə friyonların əksəriyyətinin tərkibində karbon, hidrogen, xlor, ftor və brom var. Amma biz bromla olan qazlarda işləmədiyimizə görə bugün sadəcə bunlardan az bir qismindən danışacağıq. Çünki bizə bunun mahiyyətini bilmək önəmlidir. Deməli, cədvəldə nə görürük? Deməli, amonyakın xüsusi buxar əmələ gəlməsini 1224,7 kilojoule-kilogram. Yəni 1 kilogram amonyak buxarlanarkən bu qədər istiliyi alır. Çox təəssüflər olsun ki, bu qədər yüksək göstəricilərə malik olan amonyakı biz bu gün istifadə edə bilmirik. Amonyak həm yavaş yanan qazlardan sayılır, A2L, həm də amonyak çox zəhərli bir qazdır, toksikdir. Bu səbəbdən biz onu istifadə edə bilmirik. Yəni kondisionerlərdə bu gün hələ də biz onu istifadə edə bilmirik. Bundan sonra gələn friyonlara baxsaq, məsələn, cədvəldə nə görürük? C3H8 molyar kütləsi 44'e bərabərdir. Bu ekranda sağ tərəfdə yenə də baxırıq və görürük ki, xüsusi buxar əmələ gəlmə istiliyi 484,5 kilojoule-kilogram. Bir qədər aşağı getdikdə bugün ən çox istifadə olunan friyonlardan biri olan R32'ni görürük. R32'nin molyar kütləsi 52 və onun soyuq yaratma qabiliyyəti 300'e bərabərdir. 300,5. Gəlin, həmən bugün ən gözəl, ən yüksək göstəricilərə malik olan R32'ni biz R717, yəni amonyakla müqayisə edəndə amonyakın ondan 4 dəfədən çox soyuq yaratma qabiliyyətinin olduğunu görür. Hörmətli izləyicilərimiz, R32 friyonundan sonra gələn friyon 410'dur və biz aşağı getdikcə, demək, orada nə görürük? 410'dan sonra R22 friyonu gəlir, R22'den sonra R134A və sonuncu 2 demək fikir verəndə pentaflora etan, yəni R125 friyonunu görürük. Onun molyar kütləsi 120 və soyuq yaratma qabiliyyəti çox azdır. Yəni 125,8 kilojoule. Bu həmən 125 friyonudur ki, 410 friyonunun tərkibinə daxildir. Yəni 410'un yarısı R125'dən, yarısı isə R32'dən ibarət idi. Və bu səbəbdən də iki qaz bir-birinə qarışdırılanda orada əmələ gələn mayenin xüsusi buxar əmələ gəlmə istiliyi 216,3 dərəcə bərabər olmuşdur. Burada çox önəmli bir məsələ var. Hörmətli izləyicilərimiz, biz sonuncu iki maddəyə baxanda onların molyar kütləsinin bir-birinə çox yaxın olduğunu görürük. Yəni pentafluoretan, yəni R125, 120 molyar kütləsi 120'ye bərabərdir. Amma dixlora metan, yəni R12 friyonunda bu 121'e bərabərdir. Yaxşı, necə olur ki, 121'e bərabər olan R12 friyonunun soyuq yaratma qabiliyyəti ondan daha çoxdur. Burada kritik temperatur da çox önəmlidir.
R12 freonunun kritik temperaturu müsbət 112 dərəcədir. Yəni müsbət 112 dərəcəyə qədər R12 freonu ilə biz soyutma edə bilirik. Amma R125-də bu 66,6 dərəcədir. Məhz bu səbəbdəndir ki, deməli 125 freonu ondan daha az deməli soyuq yaratma qabiliyyətinə malikdir. Burada bu göstəriciləri deməkdə, bu dərsi hazırlamaqda məqsədimiz əslində nədir? Əslində məqsədimiz bu informasiyanı sizə vermək və çatdırmaqdır ki, hörmətli bizim həmkarlarımız, siz fikirləşməyin ki, bir freonu digər freonla əvəz etmək asan bir məsələdir. Gördüyünüz kimi, gəlin belə burada nəyə fikir verək? Deməli, tutaq ki, kimsə R22 freonunun əvəzinə, yəni 196,96 kilojol kiloqram xüsusi buxar əmələ gəlmə istiliyi olan R22'nin əvəzinə deyək ki, demək ki, 125 freonunu vurmaq istəyir. Baxın, bunların soyuq əmələ yaratma qabiliyyətinin arasında nə qədər fərq var? Üstəlik, R125 mənfi 48,5 dərəcədə qaynayır, R22 freonu mənfi 40,8 dərəcədə. Bunu niyə deyirəm? Bizim 20 ildən çox işləyən bir sənətkarımız bizə demişdi ki, Yusuf müəllim, mən R22 freonunu R404A ilə əvəz etmək istəyirəm. Çünki həmin bu demək dostumuza başqa bir tanışı demiş ki, mən R22'nin əvəzinə 404A vurdum və heç bir problem də olmadı. Hörmətli izləyicilərimiz, gəlin əvvəlcə internetdə bir axtarış edək və baxaq görək ki, 404A freonunun kondensasiya temperaturu nə qədərdir? Onun 22'dən çox böyük bir fərqi var. 22 üçün hesablanmış bir kompresor bu demək qaz ilə çox az bir zaman işləyə bilər və bundan sonra o mütləq partlayacaq. Üstəlik də 404'ün kondisionerə vurulması onun həm sıradan çıxmasına, həm də zəif soyutmasına səbəb olacaqdır. Bilmək lazımdır ki, hansı qazı biz digər qazla əvəz edəcəksə, orada mütləq zəifləmə olacaqdır. Buradan bütün məsuliyyətimlə sizə bildirirəm. Bugün əlimizdə olan R22 əvəz edicilərinin arasında R22'yə ən yaxın olan R127A freonudur. Və bu freon 4 başqa freonlardan ibarətdir ki, onun deməli 50%-i R134A, qalan isə R32, R125 və R143A freonlarıdır. Və burada bu freonlar elə seçilmiş ki, bu freon qarışığı mineral yağ ilə, yəni R22 freonunun tərkibinin kompresorunda mineral yağ olur və bu mineral yağla yaxşı qarışdığına görədir ki, R22 freonunun əvəz ediciləri içərisində ən yaxın freon olmuşdur. Çünki o daha yüksək nəticələr göstərir. Hətta bizim dostlarımızdan biri, bizim tanışlarımızdan biri bizə bildirdi ki, o konkret olaraq bir eksperiment aparmış, yəni bir təcrübə aparmış və bu təcrübədə əvvəlcə kondisionerin içərisinə R407C freonunu vurmuş, bundan sonra onu boşaltmış və əvəzinə 427A-nı vurmuş və bundan sonra həqiqətən də nəticənin daha yaxşı olduğunu görmüşdür. Mən isə buradan bütün məsuliyyətimlə deyirəm ki, ən azı delta T'də 1,5-2 dərəcəyə qədər fərq ola bilir. Yəni, əgər R407 qazı ilə biz delta T'ni 12,5 alırıqsa, R427 ilə 13, 14, hətta bəzi vaxtı 15 də ala bilir. Hörmətli izləyicilər, bir daha təkrar edirik. Freonların bir-birini əvəz etməsi yalnız elmi mövzudur və bunlar alimlər tərəfindən demək hesablanır və bundan sonra biz həmin o alimlərin hesablamalarına uyuruq. Heç bir formada R400 onun əvəzinə R32 və yaxud R32'nin əvəzinə R410 vurmaq olmaz. Cədvəldə də gördüyünüz kimi R32 freonu ilə
R410'un arasında en azı 31 derece fark var ve bu fark olduğuna göre bunları birbirine əvəz etmək sadece mümkündür. Üstəlik də bu yanğınla nəticələnə göre bunu etmək yenə də kategorik olarak yasadır. Bizi axıra qədər izlədiyinizə görə biz sizə təşəkkürümüzü bildirdik. Mən Yusuf müəllim, kondisionerlərin təmiri kitabının müəllifi. Bu kitabı əldə etmək istəyənlər lütfən bizə müraciət etsinlər. Biz də dərhal onu sizə göndərəcəyik. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.